Hər vaxtınız xeyir, dəyərli dostlar. 9 may 2025-ci il tarixində mən öz sosial şəbəkə hesablarımda qısa bir video material paylaşmışdım və bu video materialda əsas məqsəd ondan ibarət idi ki, faşizm üzərində qələbənin əhəmiyyəti diqqətlərə çatdırılsın. Video materialının hazırlanmasında mən süni intellektin imkanlarından da yararlanmışdım. Demək, antifaşist cəbhəsinin iki aparıcı gücünün, keçmiş Sovet İttifaqının və o cümlədən Amerika Birləşmiş Ştatlarının bayraqlarını, o cümlədən mən Azərbaycanlı olduğum üçün Azərbaycan Respublikasının bayrağını bu video materialda əks elətdirmişdim. Və orada bir görüntü də var idi. Adolf Hitler qolları qandallanmış vəziyyətdə əks etdirilir. Hesab edirəm ki, həm o dövrdə yaşayan, həm də bugün dünyada yaşayan insanların əksəriyyəti Hitlerin həbs olunmasını və dindirilməsini, o cümlədən törətdiyi müharibə cinayətləri və soyqırım cinayətlərinə görə ədalət məhkəməsi qarşısında cavab verməsini istəyərdi. Bu hamının arzusu idi. Və indi də elə hesab edirəm ki, bu arzu dəyişməyib. Bütün sosial şəbəkələrdə bu video material yayımlandı. O cümlədən TikTok platformasında. Amma təəssüflər olsun ki, TikTok platforması bu video materialı blokladı. Mən etiraz müraciəti ünvanladım TikToka. Saatlar sonra video material bərpa olundu. Ancaq bilirsiniz ki, bloklanmış video materiallarda belə bir problem yaşanır. Baxış sayı az olur və video material belə deyək də istənilən ünvana çatmır. Bunu nəzərə alaraq mən 10 may tarixində yenidən həmin video materialı başqa bir musiqi ilə sintez edərək paylaşdım. Və violent ekstremizm, yəni zoraki ekstremizm pərdəsindən yenidən həmin video material bloklandı. Təkrar etirazımı bildirdim və bugünə qədər də hələ video material bərpa olunmayıb, baxılır. Çox güman ki, iki ehtimaldan biri mənim üçün gündəmdədir. Niyə görə TikTok bu ikinci video materialda blokladı? Ya algoritmlər bu cür dizaynlaşdırılıb və yaxud da kimlərsə bu video materialı şikayət etdilər. İndi baxın, əziz dostlar, əgər ikinci variant doğrudursa, deməli, bugün də dünyada təəssüflər olsun ki, bəzi insanlar faşizm və ifrat radikal nasizm mövqeyindən çıxış edir. Bunun əyani bir sübutunu deyəcəm sizə. Mən tanıyanlar bilir, bir müəllim olaraq, hüquqşünas olaraq, deyək, həmişə çalışıram və tam da əminliklə deyirəm ki, buna da həmişə öz fəaliyyətimdə dönmədən əməl edirəm. Heç bir qanun pozuntusu, əxlaqi davranışlara yol verir, zidd olan hər hansı bir hərəkətlərə yol verməməyə həmişə çalışmışam və buna da həmişə nail olmuşam. Hələ ki, şükürlər olsun. Amma bugün elə bir situasiyona rastlaşmışam ki, təsəvvür edin, işə gedirəm və iş yerinin qarşısında avtomobilimi saxlayıram, işə gedirəm, çıxıram, gəlirəm və evə gələndə görürəm ki, mənim maşında qoyub getdiyim 5 açardan biri, evin 5 açarından biri yoxdur. Bax, bu açarlardır.
və buna bənzər bir açar avtomobildən götürülüb. Və təsəvvür edin, peşəkarcasına avtomobilin qapısını açıblar. Peşəkarcasına da qaytarıb bağlayırlar. Mən baxıram və görürəm. Və indi bu açarı nə məqsədlə istifadə edəcəklər? Təbii ki, müqəddəslik suyuna salıb ondan hansısa məqsədlərə yönəltməyəcəklər bu açarı, təbii ki. Güman eləyə bilərsiniz ki, məqsəd nə ola bilər? Bax, faşizm ideologiyası budur. Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi respublikadır. Və mən də bu ölkənin vətəndaşı kimi həmişə çalışıram ki, konstitusiyamızda, qanunlarımızda, həm də bir müəllim kimi nəzərdə tutulmuş bu ideallar daha geniş təbliğ olunsun, gənc nəsillər bu ruhda tərbiyələnsin, böyüsün və daha da inkişaf etsin. Ali Baş Komandanımızın, cənab prezidentin, Azərbaycan hökumətinin və Azərbaycan dövlətinin təbliğ etdiyi dəyərlər daha da geniş yayılsın. İndi belə bir əmələ nə ad vermək olar? Siz avtomobilə gedirsiniz və güman eləmirsiniz, yaxud eləyirsiniz, baxırsınız, baxmırsınız. Maşında nə ola bilər? Bəlkə kamera var, bəlkə yoxdur. Açarı götürürsünüz və gedirsiniz. Nə edəcəksiniz bu açarı? Nə məqsədlə istifadə edəcəksiniz? Və təbii ki, 5 açardan birinin götürülməsinin məqsəd ondan ibarətdir ki, adam şübhələnməsin. İndi yenə də deyirəm, bax, faşizm budur. Faşizm və ifrat radikal ekstremizm budur. Bundan sortalanmağın indi bir çox yolları var. Hər kəs bir cür özünü sortalamağa çalışır. Əziz dostlar, ehtiyatlı olun. Yəni, belə hallar olduğu təqdirdə hüquq mühafizə orqanlarına məlumat verin, məlumatlandırın. Hər kəs bu barədə bilsin, eşitsin, duysun. Çünki yaxşı ki, bu faşist, radikal, ekstremist insanların sayı o qədər də çox deyil. Sadəcə olaraq ehtiyatlılıq da igidin yaraşıqdır. Bu qədər. Başqa deyəcəyim, əlavə edəcəyim bir söz yoxdur. Yaxşı ki, belə adamların əlində Hitler qədər böyük səlahiyyətlər yoxdur. Yaxşı ki, onlar böyük vəzifələr tutmurlar, böyük işlərlə məşğul deyirlər. Yoxsa indi mənim 50 yaşım var, həyatım da qanunların təbliği ilə, əxlaqi dəyərlərin təbliği ilə keçib. İndi mən, əgər bu açar başqa məqsədlərlə istifadə olunsa, siz təsəvvür eləyin, bu və yaxud mənim əlimdə indi bu açarın itirilməsindən bağlı, götürülməsindən bağlı sübutlar olmasa, görün nələr baş verə bilər. Ehtiyatlı olun, əziz dostlar. Faşizmə, ekstremizmə, radikal nasizmə qarşı hər kəs Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin ətrafında birləşməlidir. Sağlıqla qalın.